Və həmçinin sələflərin tövsiyəsindən də biri də odur ki, Ramazan şükürlə tamamlanmaq. Həqiqətən, yəni Ramazan şükür edilisi çox böyük bir nemətdir. Və şükür də neməti hifz etdiyi kimi, həmçinin gələcək neməti də cəlb edir. Olan neməti qoruyur şükür etmək və həmçinin gələcək neməti də cəlb edir. Necə ki, Ali radiyallahu anh buyurur ki, İnnə ni'mətən muvassilatun bi şükür. Nemət nəyə bağlıdır? Şükrə bağlıdır. Və şükr mualliqu bil məzid. Və həmçinin şükür də mualləqdir, bağlıdır nəyə? Artırmaq, yəni şükür olunarsa artar. Və huma məqrunani fi qarn. Yəni onlar bir-birindən ayrılmaz bir şeydir. Yəni şükür varsa mütləq şəkildə nə var? Artım vardır. Fələn yanqatiya məzidu minallah həttə yanqatiya şükru minəl-abd. Yəni bəndədən şükür kəsilmədikcə Rəbdən artırma kəsilməz. Yəni Allah Subhanahu taala artırmasını kəsməz nemətin, yəni qul şükür etdiyi halda. Şükür etdikcə Allah Subhanahu taala onu nə qarar? Artırar. Allah Subhanahu taala buyurur: "La in şakartum la azidannakum." Əgər şükür etsəniz artıraram. Və həmçinin Abdülaziz ibn Ömər rahimehullah buyurur ki, "Qayyidu ni'mə bi şükr." Nemətləri şükürlə bağlayın. Yəni nemətlərə şükürlə düyünləyin. Yəni hər bir nemətdən sonra mütləq şəkildə şükür gətirin, şükür edin. Və həmçinin bilmək lazımdır, şükür neməti artırır və şükür edənlərin böyük mükafatı var Allah Subhanahu taala tərəfindən və şükrə davam etməyə çalışmaq lazımdır.